üçün artıq hər şey hazırdır. Diqqətlər Kamal Umuduna start verilir və hər iki tərəfə uğurlar arzulayırıq. Əziz tamaşaçılar, Yevlax şəhər stadionunda maraqlı, bol qollu görüş arzulayırıq. İdrisdən ötürmə, sağ tərəfə, Almeyda, bloka baxın, bloka! Almeyda'ya son anda blok qoyur. Kəpəz müdafiəçisi Mateo Abuladze. Almeyda'nın fərqlənməsinə son anda mani olur Gürcüstanlı müdafiəçi. Abuladze mani ola bildi o blokuyla, o müdaxiləsi ilə. İzlirik təkrarı. Komanda yoldaşından gələn topu bax bu cür. Ümid Səmədovun toxunuşundan sonra top İdris İnqilablı, ondan birbaşa zərbə, Yusif İmanov. İləyə ötürmə. Almeyda etiraz etmişdi futbolçularından. Fofana devam edir. Bu da bir qədər əvvəlki epizod. Bəli, top elə bir yerə deyir ki, fikir verin. Bu epizod bədənlə. Ya Moses, iləyə ötürmə. İndi Almeyda və top qapının yanından keçir. Diogo Almeyda. Diogo Verdaşka. Verdaşka ötürmə. Bangera'dan qayıdır top. Fofana. Zərbə indirir Fofana. Topu qapının üstündən vurur. Müdafiənin sol cinahında daha çox izləyirik onu bugün. Azər Bağırov, Ümid Səmədov start heyətə sol cin. Edin Bangera. Nikola Karaklayic. Karaklayic aldatmağa çalışır rəqibini. Aldada bilmədi və küncdən zərbə olacaq. Yenə Nikola Karaklayic və İmişlinin iki futbolçusu. Maçda 38-ci dəqiqə inçulaşmaq üzrədir. Küncdən zərbə yerinə yetirilir. Başla zərbə və top qapıdan keçir. Top qapıdan keçirilmişdi zaman üçün əziz tamaşaçılar. İzini təkrarı Junior'un ötürməsi. Başla qapı qarşısına göndərilən top və kapitan Azər Salahlı. Bax, belə keçirir topu qapıdan. Ötürmə Juninho'dan Almeyda. Zərbə indirə bilmədi. Diogo Almeyda qalxır ayağa ötürməsini edir. Zərbə və Yusif İmanov təkrar zərbə. Yerindədir İmanov. Nəticə gətirə bilər Fərdin. Ötürmələr də yaxşı alınır standart vəziyyətlər zamanı. Zərbələr də yaxşı alınır. İndi diqqətlər Fərid Nəbiyevdə. Kamal Umudun işarəsini verdi. Fərid Nəbiyev birbaşa zərbə və top direğin yanından keçir. Olur əziz tamaşaçılar, ilk 45 dəqiqə başa çatdı. İmişli komandası Azər Salahlının vurduğu qolla ilk hissəni üstün tamamlayır. Bir qədər sonra qarşılaşmanın ikinci hissəsi ilə yenidən avantajdan yararlanan dezavantajına görə təbii ki topu itirə bilirlər. Verdaşka. Diogo topladı. Ümid Səmədov ötürmə qapı qarşısına. Tərs toxunuş. İsə Ohori zərbə mövqeyində. Ohori ötürmə edə bilmədi. Top Kəpəz komandasında qalır. Şakir. Fofana. Ba'nın zərbəsi. Top qapıdan aralı keçir. Mamadu Ba. Yaxşı zərbələri var. Bir neçə dəfə Kəpəzin heyətində vurduğu baxımlı qollar var. Hətta onlar ötürmə qapı qarşısına. Top hər kəsi keçir. Rəhman Hacıyev. Hücum devam edir Şakir Seyidov. Ara ötürməsi. Ohori və Hüseynəli Quriyev. Abbas Ağazadə. İdris topu önünə atdı. İdris zərbə
top direğin yanından keçir. Şakir Seyidov. Ötürmə qapı qarşısında Atak Kişiyevdən. Rolyo çıxardı topu. Hücum devam edir. Qapıya zərbə. Camal Cəfərov. Düşə bilmədi çərçivəyə. Top qapının üstündən keçir. Zeynəli Quliyev, sarı vərəqə. Vaxtı uzatdığı üçün. Sarı vərəqə ilə cəzalandırır onu Kamal Umudlu. Nisal. Fofana ilə mübarizə və Nisal'a sarı vərəqə. Fofanaya qarşı qayda pozuntusuna görə. Bu gün Kəpəzdə həqiqətən də meydanda bütün gücünü sərf edən, ortaya qoyan və çalışan Fofananın adı. Nisal. Və bu da vaxt üçün final fitil. Bu da vaxt üçün final fitil. Kamal Umudlu'nun işarəsiyle qarşılaşma başa çatır. İmişli komandası Kəpəzi Yevlax şəhər stadionunda kapitan Azər Salahlına vurduğu yeganə qolla 1-0 hesabına məğlub edir.